3 kateqoriya üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən olunur. Bu, Milli Məclisin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan əmək pensiyaları haqqında qanuna təklif edilən dəyişiklik əksini tapıb. Əmək pensiyaları haqqında qanunun 6.2-ci maddəsində uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləği, bundan başqa liliputların və fizioloji mütənasibliyi pozulmuş sırtdanboş şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği, həmçinin orqanizmin funksiyalarının 81-100% pozulmasına görə və ya 18 yaşınadək 50 müəyyən edilmiş şəxsə, habelə ahıllara qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən edilir. Qanunun tətbiqi 2025-ci il yanvarın 1-dən nəzərdə tutulur. Qanun layihəsi səs verməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.